Sima proqramından istifadə etmək lazımdır və Sima proqramını necə yükləmək və bu proqramı necə istifadə etmək lazım olduğunu ətraflı şəkildə sizin diqqətinizə çatdıracağam. App Store yaxud da ki, digər telefonlarda olan Play Marketdən proqram yükləməlisiniz. Axtarış yerinə Sima yazırsınız və axtarışa verdikdə burada görürsünüz elə Sima rəqəmsal imza çıxır. Bunun üzərindən vuraraq biz telefonu proqram yükləyə bilərik və abituriyent bu Sima proqramını öz telefonunda yükləyərək burada Open açırıq və telefonu üzrə tutaraq qeyddən keçməlidir. Və artıq görürsünüz burada asan Sima proqramı ilə bağlı bildirişlərə icazə verilir. Biz izin ver üzərindən vururuq və artıq biz burada izin ver üzərindən vururuq və burada görürsünüz vəsiqənin nömrəsini istəyir. Yeni nəsil vəsiqələr A ilə başlayır və AB ilə başlayır. Köhnə vəsiqələr isə AZ sözü ilə başlayır və biz müvafiq olaraq öz şəxs vəsiqəmizə uyğun seçimlər edəcəyik. Hər birinin mən sizə göstərəcəm ki, həm yeni, həm köhnə vəsiqələrdə vəsiqənin nömrəsi hansıdır və bundan qeydiyyatdan keçək. Köhnə vəsiqələrdə vəsiqənin seriyası AZ, seriya nömrəsi isə 9 rəqəmli işarələnmiş simvoldur. Yeni nəsil vəsiqələrdə vəsiqənin A ilə başlayan 9 rəqəmli simvolu vəsiqəmizin nömrəsidir. Ən son verilən vəsiqələrdə isə burada vəsiqənin nömrəsi AB ilə başlayan hissədir. Və indi biz müvafiq məlumatlarımızı uyğun xanaya yazaq. Və indi biz vəsiqə nömrəsi yazdıqdan sonra fin kodu yazırıq. İndi fin kodu sizə göstərim, harda olur. Fin kod burada işarələnmiş, son 8 rəqəmindən 7-sidir. Və fin kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur. 7 rəqəmli simvoldur. Və indi biz müvafiq məlumatlarımızı yenə xanalara yazaq. Və biz müvafiq olaraq fin kodumuzu da daxil edirik və davam edin düyməsini sıxırıq. Və daha sonra artıq düzgün çəkilişlə bağlı burada təlimatlar gəlir. Telefonu düz tutmaqla bağlı, yəni ekrana tam baxmaq lazımdır. Davam edin düyməsini sıxırıq və daha sonra işıqlandırmanı yoxlayın yazır. Yəni üz aydın görsənməli işıqlanma olmalıdır. Və yenə davam edin düyməsini sıxırıq və artıq eynəkli olmaz. Yəni eynək çıxarmalısınız ki, burada üz tam görünsün. Və artıq biometrik yoxlama başlayır. Və biz yenə izin ver düyməsini sıxırıq ki, bizim üz görüntümüz alınsın və artıq kameraya qoşulma proseduru göstərir və indi ekranda olan kameraya üzümüzü yaxınlaşdıraraq biz qeydiyyatdan keçməyə davam edirik və artıq namizəd telefonu belə deyək üzünə tutur və ekranı daha da yaxın tutmaq lazımdır. Yəni tam çərçivədə üzü yerləşdirmək lazımdır və bu şəkildə biz qeydiyyat prosesini davam etdiririk və artıq bizim üz görüntümüz qeydə alındı və qeydiyyat prosesi davam etdirilir və artıq görürsünüz uğurla bizim qeydiyyatımız başa çatır və burada biz parol təyin edirik. Hər hansı bir sizə uyğun olan parol yazırsınız və 2 dəfə parol təkrarlayırsınız və artıq biz üz görüntüsünün istifadə etməklə bağlı icazə veririk ki, hər dəfə sistemə girəndə üz görüntümüz avtomatik sistemə giriş etməyi təmin etsin və artıq görürsünüz biz Sima proqramına daxil olduq və siz də videoda qeyd olunan şəkildə Sima proqramını yarada bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.